Şəhid Ülvi Həsənov bu dəfə Öndər TV komandası olaraq Dövlət Gömrük Komitəsinin yeganə şəhidi olan Şəhid Ülvi Hacıyevin ailəsini ziyarət etdik. Ülvi Hacıyev 1994-cü ildə dünyaya göz açıb. Doğulan gündən ailəsinin sevimlisi fəxr mənbəyi olub. Məktəbi əla qiymətlərlə oxuyub universitetə qəbul olub. Universitetdə sayılan seçilən tələbələrdən olur. Anası deyir ki, müəllimlərindən həmişə onun haqqında xoş söz, tərif eşitmişəm. Daha sonra 2018-ci ildə hərbi xidmətə gedir. Ülvinin bu uğurları hərbi xidmətdə də davam edir. Tərifnamələr alır, əsgərlər arasında sayılıb seçilir həmişə. Hərbi xidməti bitirdikdən sonra Dövlət Gömrük Komitəsinin Qazax rayonu Qırmızı Körpü Gömrük keçid postunda inspektor vəzifəsində çalışır. Ancaq milli qəhrəman general Polad Həşimovun şəhid olması xəbəri Ülvini hərbiyə könüllü olaraq yazılmağa sövq edir. Vətən müharibəsi başlayan zaman Ülvi də hər bir qəhrəman Azərbaycan övladı kimi ordu sıralarına qoşulur. Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edir. Şuşa şəhərinin 10 kilometr məsafəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ancaq şəhidlik xəbəri ailəsinə dekabr ayının 4-də verilir. Anası deyir ki, Ülvinin yoxluğuna hələ də inana bilmirəm. O mənim sirdaşım, dostum, həyatda hər şeyim idi. Onun yoxluğuna heç vaxt inanmıram. Bir gün cavab gələcəyini ümidlə gözləyərək hər gün ona məktublar yazıram və Allahdan ancaq möcüzə olmasını diləyirəm. Şəhid Ülvi Hacıyev şəhidlik zirvəsinə ucaldıqdan sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Cəbrayılın azad olunması, Füzulinin azad olunması, Xocavəndin azad olunması və Vətən uğrunda medalları ilə təltif olunub. Bugün Ülvi haqqında danışırıq. Yəni, bütün qəhrəmanlarımızın, Allah şəhidlərimizin məkanını cənnət, ruhlarını şad eləsin. Ülvi də öz vətənini, xalqını, dövlətini sevən qəhrəmanlardan biridir. Yəni, mən onu keçmiş zamanda onun haqqında heç cürə danışa bilmirəm. Çünki Ülvi tam başqa bir övlad olub və bugün də mən onu gözləyirəm, gözüm yoldadır. 1994-cü ildə noyabrın 13-də dünyaya göz açıbdı. Əlaçı olubdu məktəbdə. Həmişə öz tərbiyəsi ilə seçilirdi. Oxumağı ilə, davranışı ilə, onu Ülvinin müəllimlərindən, dostlarından mən həmişə eşidirdim, indi də eşidirəm. Yəni, Ülvi məktəb illərini qurtardıqdan sonra ali məktəbə qəbul oldu 2012-ci ildə. Həm təhsili ilə, həm davranışı ilə, tərbiyəsi ilə fərqlənirdi. Onun haqqında da mənə, ona dərs deyən müəllimləri, dekanları, hətta rektoru mənə deyəndə ki, Ülvi tam seçilirdi, tam bir başqa uşaq idi. Yəni, bugün o fəxr hissi ilə mən Ülvünü anası olduğuna sevinirəm ki, bu cür övladımız var, bu cür övladımız olub bizim. Sonra 2018-də, 2019-da o hərbi xidmətə yola düşdü. Ağcabədi rayonunda hərbi xidmətdə oldu. Orada da tərifnamələr ona verildi. Çox sevinirdi. Sonra gəlib Dövlət Gömrük Komitəsində 2019-2020-ci ildə Qazax rayonunda Qırmızı Körpüdə inspektor vəzifəsində çalışdı bir il. İyul ayında Polad Həşimovun şəhidlik zirvəsini eşidəndən sonra Ülvi də bütün Azərbaycan oğulları kimi könüllü olaraq Qarabağ uğrunda vuruşmağa yazılmışdı. Amma bundan heç birimizin xəbəri olmamışdı. Düzdür, Mübariz İbrahimov şəhid olduqdan sonra həmişə Ülvi deyirdi ki, mən də onun kimi vətənimizi qoruyacağam. Mən də böyüyəndə ancaq vətənini fikirləşirdi. Hər zaman vətən, harada getsə bayrağı ilə gedirdi.
Onu saytlarda da siz görmüş olarsınız ki, hara baxırsan Ülvünün çiyində hansı ölkəyə getsə və yaxud da ki, hansı bir şəhərə gedəndə Ülvünün çiyində Azərbaycan bayrağı ilə gedirdi. Və sentyabrda Ülvü artıq Bakıya işini dəyişən vaxtı, bir də axşamüstü idi, evdə idi, evdə yox idi Ülvü daha doğrusu. Yəni Bakıya gəlmişdi, qapı döyüldü və hərbi çasdan, hərbi xidmətdən Ülvünü çağırdılar təlimə. Ülvü bir gün sonra təlimə yola düşdü və Füzuli, Cəbrayıl, Xocavənd, Şuşaya 10 kilometr qalmış şəhidlik zirvəsinə ucaldı. Şəhid olmağı oktyabrın 19-u olmuşdu deyilənə görə, yəni ayın 15-i biz ondan danışdıq. Hər 2 gündən bir, 3 gündən bir danışırdı bütün uşaqlar kimi Ülvüdə. Hər şey gözəldir, hər şey yaxşıdır. Siz onun telefonda danışığını eşitsəydiniz, fikirləşərdiniz ki, Ülvü müharibədə deyil də, yəni ki, hansısa bir qonaqlıqdadır, hansısa bir tədbirdədir. O qədər sevinirdi, o qədər gülə-gülə danışırdı. Hətta Füzuli alındıqda, Ülvü atası ilə danışanda, mən də yanındaydım. Sevindiyindən uçmağa qanadı yox idi ki, ata az qalıbdı, torpaqlarımız artıq azaddır. Artıq biz Füzulini almışıq, irəliyə doğru gedirik. Biz də bəlkə də mən başa düşmürdüm ki, Ülvü hardadır. Yəni o elə bir danışıq tərzində idi ki, yəni onu başa düşmək olmurdu ki, Ülvü müharibədədir, yoxsa başqa bir tədbirdədir. Yəni çox sevinç hissi ilə danışırdı hər danışanda. Bəlkə də bizə bildirməmək üçün fikirləşirdi, bilmirəm. Olduğu yeri demirdi, ancaq Füzuli alınanda, rayonlar alınanda deyirdi, artıq torpağımız azaddır. Yəni Füzuli azaddır, Cəbrayıl azaddır. Oktyabrın 15-i biz danışdıq Ülvü ilə axırıncı dəfə. Onda da çox sevincli danışırdı. Artıq Şuşaya az qalıb, Şuşaya gedirik və onun bir dənə orada çəkilişi də var. Uşaqlarla çəkiblər. İstiqamət Şuşa möhkəmlə belə qışqırıb. Geldi. Allah izniyle hamsını alacağım inşallah. Hamsını inşallah. İnşallah sen gazi. İstikamet Şuşa. Bayrağı. İstiqamət Şuşa şəhəri. Yəni Ülvü elə möhkəm danışan uşaq da deyildi. Həmişə qonşular deyir ki, biz onun səsini orada gördük ki, istiqamət Şuşa. Yəni Şuşaya 10 kilometr qalmış şəhidlik zirvəsinə ucalmışdı, oktyabrın 19-u. Lakin biz dekabrın 4-ü bildik ki, Ülvü artıq şəhiddir. Gecə indiyə kimi yadımdadır, 11-ə 25 dəqiqə işləmiş idi, zəng gəldi ki, artıq Ülvü şəhiddir. Yəni o vaxta kimi bəlkə də neytral zonada olub, bəlkə də bilmirəm. Yəni hamı dedi ki, sağdır Ülvü. Ülvüdən danışsam aylar, illər sığmaz. Çünki Ülvü mənlə, yəni valideyninə qarşı, yəni hər kəsə qarşı eləydi. Amma mənlə biz dost idik. Mən demərəm, o mənim övladım, dostum, qardaşım, sirdaşım. Yeri gələndə atam kimi rəftar eləyirdi, yeri gələndə anam kimi. Yəni bütün hisslərim sirdaş idik. Heç nə. Hədsiz mehriban idi. Yəni
Daşı uşaqlıqda heç vaxt istəməzdi. Mən bir kif duran kimi gəlib tuturdu ayaqlarımdan. Mama, niyə beləsən? Çox mehriban idi, çox hədsiz. Oxumağa çox diqqət verirdi. Heç kəsi incitməyim, kiminsə qəlbinə dəyim, belə bir şeyləri yox idi. Yəni hətta indi bizə bu yaxında, hardasa heç bir 10-15 gün olmaz, bir qapı döyüldü, mən açdım, dedi Nurlanam, bəs Ülfü ilə əsgər yoldaş olmuşam. Neçə vaxtdır sizin nömrənizi axtarıram, adresi axtarıram, tapıb gəlib, özü o vaxtlar, neçə vaxt imiş, başqa yerdəymiş. Gəldi, Ülfü haqqında elə sözlər dedi. Yəni, mən məəttəl qaldım ki, indiyə kimi Ülfünün dostları, tələbə yoldaşları, məktəb yoldaşları, Ülfünün də həmçinin iş yoldaşları elə Ülfü haqqında danışırlar, Ülfünün rayonda olduğu qonşuları. Mən fikirləşirəm, bəlkə də mən Ülfünü tanımamışam. Yəni, bugün onun dostları sayəsində, onun iş yoldaşları, əsgər yoldaşları sayəsində mən Ülfünü tam bir başqa, yəni onlar özləri deyir ki, biz o vaxt bir şəkil də var Ülfünün, uşaqlar belə qucağına götürüb, tələbə yoldaşları imtahandan çıxandan sonra hansısa parkdadılar, qucaqlarında saxlayıblar Ülfünü. Abbas adında oğlan tələbə yoldaşı bu yaxında mənə zəng elədi. Həmişə mənimlə danışır, yəni tez-tez atasına, mənə, biz ailəmizlə əlaqə saxlayır həmişə. Deyir ki, ana deyir, biz o vaxt Ülfünü qaldıranda fikirləşirdi ki, Ülfü doğrudan da yüksəkliklərə layiqdir. Yəni o yazı da məndə var, oğlan yazdığı yazı şəklinin altında. Biz bilmədən onu qaldırdıq yüksəkliyə, amma bilirdik ki, o artıq şəhidlik zirvəsini, yəni o adı artıq Ülfü bizim yanımızda olanda almışdı. Yəni bir şəhid kimi yox, yəni o zirvəyə layiq olan bir oğul kimi. Nurlan da deyir, mən onunla əskərlikdə olanda çox maraqlı yoldaşlığı olubdu. Əvvəl bunlar nəsə mübahisə eləyiblər. Sonra deyir, mən öz səhvimi başa düşdüm ki, Ülfü tam bir başqa şeydir. Mən ondan üzrxahlıq istədim. Yəni, Ülfü məni deyir, həyata qaytardı, yol göstərdi. Yəni, Ülfünün yoldaşları ancaq bax bunları deyir. Mən tanımadığım insanlar gəlir, deyəndə ki, Ülfü bizə belə elədi, Ülfü bunu dedi bizə, biz onun sayəsində. Yəni, fikirləşirəm ki, yaxşı ki, mən Ülfünün anasıyam. Nə bilim, hara getsəm, Ülfü ilə getmişəm. Harada oluram, olsun, Ülfü ilə getmişik. Yəni, indi həmin rayonlar, həmin yolları özüm üçün bağladım. Artıq gedə bilmirəm onsuz. Yəni, amma yadımdan da çıxarda bilmirəm. Harada oluram olsun, ancaq Ülfü yanımdadır. Dekabrın 4-ü gecə 11:25 dəqiqə işləmiş, indiyə kimi yadımdadır. Atasına zəng vurdular. Atası mənə bildirmək istəmədi. Amma mən sağda həmin dəqiqə baxdım. Dedim, yox, ola bilməz. Ola bilməz, Ülfü şəhid ola bilməz. Çünki söz verib. Bugünə kimi deyim ki, mən inanıram onun şəhidliyinə yox. 1337-ci gündür bugün. Yəni mən o depressiya deyim, nə deyim, bilmirəm, neçə ay özümdə olmamışam. Yəni ondan sonra mən ona məktublar yazıram hər gecə. Telefonumda da var, o telefonla. Yəni nömrəsi açıqdır, biz onu qoymuram, bağlansın. Fikirləşirəm, nə vaxtsa cavab yazar. Yəni, çünki Ülfü incitməyib məni. Yalan mən nə deyim, heç vaxt onu kimdən soruşsanız,
qohumdan da, dostlarından da heç vaxt, yəni inciklik aramızda heç vaxt incitməyib, yalan danışmayıb, aldatmayıb. Bir yalan oldu, yəni gizli sirri oldu. O da müharibəyə yazılan ili, müharibəyə yazılan vaxt. Çünki uşaqlardan mən soruşanda niyə mənə dostlarına da iş yoldaşlarına niyə mənə demədiniz? Heç olmasa atası bilərdi. Dedilər, Ülvi bizə söz vermişdi ki, evdə heç kəs bilməsin, mamam qoymayacaq. Yəni, bugünə kimi gizlətdiyi birinci və ilk və son sirri, bax, bu oldu vətəni uğrunda. Düzdür, hərdən fikirləşirəm ki, burada qalsaydı bəlkə birdən avariya düşərdi, birdən nəsə olardı, onu özümə bağışlamazdım. Amma vətən uğrunda biz bugün alnı açıq, dünyanın harasına getsək alnı açığıq. Yəni, dövləti uğrunda, vətəni uğrunda canını torpağa qurban verdi. Yəni, tək ülvülər çox oldu orada, 17 ilə 16 ülvü olmuşdu. Yəni, ülvülər, Rafiqlər, Nurəhmətlər, Polad Həşimov kimi generalımız, yəni, bu İlqar kimi generalımız, İlqar Mirzəyev. Yəni, bunlar hamısı bizim üçün oldu ki, bugün biz azadıq, bugün biz yaşayırıq dövlətimiz üçün. Yəni, bugün prezidentimizin də başı ucadır, onun dəmir yumruğu altında bu uşaqlar getdi, vətəni qorudu. İndi biz danışanda hansı ölkədən bir yerə gedəndə, yəni qardaşlıqda gedəndə, biz də soruşanda haralısan, deyirik Azərbaycanlı. Amma əvvəllər tanımırdılar, Azərbaycan haradır. İndi bugün biz onların sayəsində ayaq üstə dura bilirik, yaşayırıq. Yəni, Ülvünün, mən baxıram indi buradan şəkilə, Ülvü gülür. Hər zaman bax, üzü elə gülüş dolu idi. Mən bir kef duran kimi gəlib yanaqlarımı belə maraqlı idi, belə çimdikləyirdi ki, gül, gül, ağlama və yaxud da ki, bir kef durma. Hər 8 Martdakı bir qızıl gülü var idi, gətirirdi mənə. Həmin qızıl güllər bu 4 ildə mənə gəlir. Axırıncını İqbal Kömrükdə, o da müharibə iştirakçısıdır. İqbal müəllim gətirmişdi. Bir qızıl gül 8 Mart günü sürpriz oldu mənə. Yenə də Ülvünün payı oldu. Ülvü hər şeylə yuxularıma da gələndə seçilir. Nə bilim, Ülvü tam bir başqa övlad. Bütün şəhidlərimizə məkan cənnət olsun, ruhları şad olsun. Allah qazilərimizə can sağlığı versin, əskərlərimiz qorusun Allah Taala. Biz valideynlərə də deyərdim səbir, amma hər kəsə mən səbir diləyə bilirəm, amma özümə çətin. Amma istəyərdim biraz səbir olsun. Heç vaxt üsyan eləmədim, çünki Ülvü şəhidlər daim yaşayır, özünüz bilirsiniz, mənim Ülvüm də. Allahdan bir möcüzə gözləyirəm, başqa bir şey yox. Ülvü uşaqlıqdan çox sakit təbiətli biri olub. Uşaqlıqdan çox sakit təbiətli biri olub. Onun müharibə vaxtı, müharibə başlayan vaxtı könüllü şəkildə ordu sarayına yazılmağına çox təəccüblə qarşıladım. Ülvü buna sakit təbiətli olmağına baxmayaraq belə bir qəhrəmanlıq göstərməyini həqiqətən çox təəccüblə qarşıladıq. Ülvü Hacıyev eyni zamanda bütün Azərbaycanın, bütün hər kəsin qəhrəmanıdır. Ülvün şəhid olan zaman, torpağa basdırılan zaman 5 dekabr, mən 5 dekabr tarixində mənim xəbərim oldu. Mən eyni zamanda Kəlbəcər istiqamətində idim və buna çox təəssüfləndim. Həqiqətən, yəni, Ülvü kimi biri şəhid oldu. Düzdür, bu böyük bir qəhrəmanlıqdır. Hər kəsin bacara bilməyəcəyi bir qəhrəmanlıqdır. Ülvü və onun timsalında bütün şəhidlərin qarşısında baş əyirik. Eyni zamanda isə də öz təşəkkürlərimizi bildiririk ki, siz şəhidləri və Azərbaycan və dünyaya tanıdırsınız, tanıtdırırsınız.
Ülvüdən bir şəkil xatirəmiz var. Evin koridor hissəsində çəkmişdik. Bir dənə ən yadda qalan xatirə bu oldu və o şəkli hələ də axtarıram, tapa bilmirəm. Yəni ən yadda qalan xatirəmiz bu olub. Çünki müəyyən səbəblərdən, təhsillə bağlı deyim, çox görüşə bilmirdik, amma yəni necə xasiyyətli biri olduğunu, yəni hamıya bəllidir. Sakit təbiətdə olduğu və qəhrəman olduğu. Görüşün sonunda Öndər TV-nin təsisçisi Ramil Əliyev rəssam Şəmsəddin Böyükdüzlünün kətan üzərində yağlı boya ilə çəkdiyi şəhid Ülvi Hacıyevin portretini ailəsinə hədiyyə etdi. Bu gün biz qəhrəman Azərbaycan silahlı qüvvələrinin qəhrəman zabitlərindən olan şəhid Ülvi Hacıyevin ailəsini ziyarət etdik. Ülvi Dövlət Kömür Komitəsinin əməkdaşı olur. Öz vəzifəsini icra etdiyi zaman, öz xidmətli vəzifəsini icra etdiyi zaman 44 günlük vətən müharibəsi başlamışdı və ondan sonra Ülvi qardaşımız öz istəyi ilə könüllü olaraq vətən müharibəsinə qatılmışdı və Azərbaycanın torpaqları işğal altında olan zaman işğaldan azad olunmağına böyük bir qəhrəmanlıq göstərmişdi və qəhrəmancasına şəhidlik zirvəsinə uzanmışdı. Biz də bir Azərbaycan qəhrəman övladının ailəsini ziyarət etməklərimizdə boş bildik. Bizim şəhidimizin və hətta şəhidlərimizin, bir neçə şəhidlərimizin dəstini yağlı boya ilə işləyən Şəmsəddin Böyükdüzlüyə müraciət etdik. Bu da sağ olsun qəhrəman şəhidimiz Ülvi Hacıyevin rəsmini kətan üzərində yağlı boya ilə çəkdi və bu portretli şəhidimizin atasına və anasına təqdim edilib. Allah səbir versin, Allah ruhunu şad eləsin. Vətən sağ olsun, Ülvi kimi oğullarımız heç bir zaman unudulmayacaq. Daimi xalqımızın, millətimizin qəlbində yaşayacaqlar. Vətən sağ olsun. Buyurun, Allah sizin canınızı sağ eləsin. Allah sizin başımızın ruhunu şad eləsin. Siz sağ olun. Bizlər onun ruhunu şad eləməkdə üzərimizdə nə gəlsin, etməliyik vəziyyətdə. Vətənin çiyinlərində daşlayaraq və çiyinlərində vətən qeyrətini, vətən gücünü göstərərək və öz sinələrini sipər edərək torpaqlarımızı işğaldan azad etdiyi oğullardan bir də sizin oğlunuzdur. Fəxr edək, ki sizin kimi anaların, belə övladları, insanlar artıq Qarabağ Azərbaycan diliyyə və timsalında bütün şəhidlərimiz hər bir zaman qəlbimizdə yaşayacaq. Allah sizə səbir versin. Şəhidlərimizin şəhidlərin cənnətinə siz də sağ olun. Borcunuz Allah məkanınıza eləsin.
olsun.